Deyirlər harda yol bitirsə orada Toyota başlayır. Xüsusən də yeni Toyota Hilux. Artıq tanış olduq. Dağ serpantinlərində, asfaltda da sürdük. Amma bu avtomobilin əsl məkanı bax belə xam təbiətdir. İstər meşəbəyi olsun, balıqçı olsun, ovçu olsun. Bir sözlə asfaltdan kənarda bu avtomobil sanki o səni ehtiyatla sürməyi öyrətmir. O səni qorxmamağı öyrədir. Ümumiyyətlə, bəzən adama elə gəlir ki, bu avtomobil azadlıq üçün yaranıb. Toyota Hilux sürəndə adam texniki xarakteristikalardan danışmaq istəmir, o darıxdırıcı məlumatlar. Amma hər halda deyim, 2 növ mühərriklə buraxılır. 2.7 benzin və 2.8 turbo dizel. Hazırda bizdə turbo dizeldir. Sürətlər qutusu mexaniki 6 pilləridir dizeldə. Və əlbəttə ki, tam ötürücülü transmisiya. Bir neçə rejim var. Qarşıda su maneəsi var və indi biz keçirdirik 4 aparıcı və L aşağı sürətlər pilləsi və eləcə də bax bu bloklamanı basırıq. 70 sm qədər su maneəsini keçə bilər.